Günay xanım, hansı ciddi xəstəliyi olan şəxslər ümumiyyətlə idmanla belə məşğul olmasalar daha yaxşı olar? Ölümünə bir gün qalan. Yəni öləcək, artıq bilirlər ki, öləcək, bir gün qalıbdır, 1 saat qalıb, 1 saniyə qalıb. Bu adam artıq hey yoxdur da, yəni o gözünü bağlayıb gedir. Əssalam. Yəni hər kəs gəlməlidir Bəli. deyirsiniz. İnanın mənə ki, bədəninizin sağalda bilməyəcəyiniz hər hansı bir problemi yoxdur. Yoxdur. Çarəsiz heç bir şey yoxdur. Bu dünya bu qara tavandan ibarət deyil. İnanın mənə. O fəza çox böyükdür. Çox yaxşı, çox yaxın tanışlarımız var. Haçan baxırsan bunlar tərslidirlər. Dəymə mənə tərləmişəm, amma baxırsan ki, çəkiləri getmir. Çoxlu tərləmək onda çəkini aparmır. Yox. Heç aidiyyatı yoxdur. O termostatdır da. Elə bir sizin içinizdəki termostat necə işləyir? Sizin termostatınız həmişə mənfidə qala bilər. Mənim kimi. Yəni, məsəl üçün, yay-qış fərqi yoxdur. Əlim ayağım buz kimi olur. Yoxlaya bilərsiniz. Soyuqdur ayaqlarımda. İnsan da var ki, yay-qış yanır. Əl-ayaq yanır. Onun iç termostatı yüksəkdir. Burada o neynəməlidir? Nəsə eləyə Heç bir şey. Onun fizioloji var. Yəni necə deyim sizə? Elə bir maşın var 3-5 motor, maşın var 4 motor. Yəni onu elə stroyunlu da var. Onun içindədir o. Yəni onu dəyişmə, onun termostatı elə işləyir. Və tərləməklə əlaqəsi yoxdur. Yox. O adam çox yaxın adamdır dedilər. İdmanla məşğul olmur. Çünki məşğul olanda ondan əməli var. Su axır gedir. Amma adam yəni çəki atmaqda da çox böyük ciddi əziyyət çəkir. Çəki atmaqda ciddi əziyyət çəkirəm deyən insanlara birinci vermək istədiyim sual bilirsiniz nədir? Mənə yəni 12 saat ərzində yediklərinizi səhər durandan axşama qədər sayın. İnanın mənə o qədər fəsad taparam. O qədər şey taparam ki, orada səhv. İnanın mənə. Səhər yediyimizdə hər şey. Səhər gözünüzü açdığınızdan etibarən elədiyiniz hər şeyə qədər sizin bədəninizin bütün fizioloji problemlərini sizə deyərəm. Nədəndir? Axşam saat 5-də mədəniz niyə şişir? Axşama doğru arığam, amma qarnım şişir. Niyə? Yemək yeyəndən sonra. Bəli, iminlə axşam 5-dən sonra şişir. Məhz axşam 5-dən. Çünki səhər siz gözünüzü açanda, yemək yeyəndə, nəsə ağzınıza atın, orada bir səhvə yol vermisiniz. Orada nəsə bir səhv eləmisiniz. Aha.